Əsrlər boyu yaşadılan adətlərimiz Keşikçi Dağ Tarix Mədəniyyət Qoruğunda keçirilən Novruz ənənələri festivalında da nümayiş olunub. Tonqal qalanı, bayram təamları nümayiş etdirilib. Alaçıqlar qurulub, tonqallar qalanıb, ocaqlar yandırılıb. Milli geyimli gənclər rəqs edirlər. Xaxışda, səməni, uzundərə, tərəkəmə rəqsləri ifa olunur. Komandalar çövkən və dərə döymə oyunlarında bacarıqlarını göstərirlər. Qədim yaşayış yeri olan Keşikçi Dağ Dövlət Tarix Mədəniyyət Qoruğu Novruz ənənələri festivalının keçirildiyi meydana çevrilib. Keşikçi Dağ yenə də ki, fərqli tədbirlərlə seçilməkdədir. Gəldik, bunun şahidi olduq. Belə bir festivalda iştirak etdiyimizə görə çox məmnunuq. Hətta burada qədim alaçıqlarda olduq, çoxlu şəkillər, videolar çəkdik və bu bizim çox xoşumuza gəldi. Bura öz evlatlarımla gəldim və burada çox qədim adət-ənənələrimizin yüksək səviyyədə təbliğ olunduğunu, təşkil olunduğunu şahidi olduq. Bizim lap qədimdən Oğuz elimizin adəti olan alaçıqların qurulduğunu gördük, at yarışının şahidi olduq və lap qədim zamanlara aid olan bizim Qazax xalçaçılığımızın təbliğ olunduğunun şahidi olduq. Milli musiqimiz ucsuz-bucaqsız Ceyrançölə yayılır. Tütək səsi, qoyun sürüsü. Alaçıqlar, sacda lavaş, kətə bişirilməsi yaylaq həyatını təcəssüm etdirir. Hazırda qarşısında dayandığımız Alaçıq yurt bu tarixi torpaqlarda yaşamış ulu babalarımızın sığınacağı olmuşdur. Bu yurtda neçə belə bayramlar keçirilmiş, bayram tonqalları alovlandırılmışdır. Avey başı qar olar, güyəzən güzar olar. Avey Keşikçi Dağda, Novruz gələr bucaqda. Festivalı keçirməkdə əsas məqsədimiz Keşikçi Dağda Novruz ənənələrinin yaşadılması, milli mədəni irsimizin təbliği, qorunması, eyni zamanda gənc nəsildə irsimizə qarşı hörmət hissinin gücləndirilməsidir. Məramımız, məqsədimiz mədəni irsimizi gələcək nəslə çatdırmaq, həmçinin bölgəyə ziyarət edən yerli və xarici turistləri bu bayramda iştiraklarını təmin edərək onlarda qədim adət-ənənələrimiz haqqında təəssürat yaratmaq və onların fikirlərini öyrənərək bu bayramı daha geniş kütləyə çatdırmaqdan ibarətdir. Novruz bayramı yazın gəlişi təbiətin oyanışı ilə bağlıdır. Ona görə də festival iştirakçıları həm də ağac əkdilər. Alməmməd Nəbiyev, Elmar Qasımov, ASTV xəbər.